Salam hörmətli izləyicilərim. Bugün belə bir buruqlu naxışın toxunmasını istəyirəm göstərim. Bunu da ilmələrin altı götürürük. 2 də kənar ilmək. Toxunmasındakı buradan mən rezinka toxumamışam. Tərs toxumuşam hər iki yüzdən. Kim istəyir rezinka da toxuya bilər. Sapımdakı 100 qramlıq 250 metrəlik sapdır. Formada asandır toxumağı. Nəyə istəsəz də toxuya bilərsiniz bunu. Bunun üçün də belə bir sapımı götürürəm. Bunun üstə indi bir neçə ilmək yığıram. 4-4 hesablayırıq ilməkləri. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ilmək naxış üçündür. 2 kənar ilməyi də götürürük. Kənar ilməklər üçün. 2 də artıq götürürəm. 1 2. Buradan bir düyün attım. Artıq sapı da kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Kim istəyir rezinkada toxuya bilər. Birinci sıranı, birinci sıra olduğu üçün birinci ilməyi götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənar ilməyi də tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri yenə hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməyi götürürəm, toxumuram. Buradan 2 tərs toxuyuram. 1 2 tərs. Bu kənardan başqa 4 düz. 2 3 4 düz. Yenə 2 tərs. 4 düz. Axıra qədər 2 tərs 4 düz toxuyuruq. 2 3 4. Yenə 2 tərs
4 düz. 1 2 3 4 2 ters. Kenarı da ters toxudum. Arxa üzdən indi tərs üzüdür. Birinci ilmeği götürürəm. Tərsləri toxuyuram. Bu yüzden 2 düz. Bu tərsləri artırma eləyirəm. 1 2 3 4. Hansı ki o birisi üzdən, düz idi bu ilmələr. Tərs üzdən tərs gedir. Yine 2 düz, 4 ters. Bu 4 terslerde artırma eləyirəm. Ki ilməklər biraz uzun olsun. Düz üzdən ilməkləri açacağım. Düz olacaq. Yani artırma, silmə olan değil. İlməklərin sayında. Düz. İndi düz üzdən həmin ilməkləri açacağım. Birinci ilməni götürdüm, toxumadım. 2 tərsi toxudum. Buradakı ilməkləri açıram. Burada bu ilməklər uzanır da belə. Dörd ilmək. Buradan bu ilməklərin yerini dəyişirəm. Birinci iki ilməyi düz toxuyuram. İkisini. Burada artırma eləyirəm. Bu ikisini bir yerdə götürürəm. 2 tərsi toxuyuram yenə. Dörd ilməyi açıram. İlməkləri uzadıram da. Bu ilməkləri bu üzə də çevirmək olar, bu tərəfə də, iki tərəfə də. Mən indi bura çevirirəm. İkisini toxudum. Bir artırma eləyirəm. Bu yerdə qalan iki ilməyi ikisini bir yerdə kəsirəm. 2 tərs. Yine bu ilməkləri 1 2 3 4 ilməyi açdım. Bunları yerini dəyişirəm. Qabaqdakı iki ilməni arxaya keçirdirəm. Arxadakini qabağa getirirəm. Sonra buradan bunları düz toxuyuram. İkisini toxudum, iki ilməni. Bir artırma eləyirəm. Bu iki ilməni ikisindən bir ilmək kəsirəm. Bir ilmək eləyirəm. Yine burada 2 tərs. Və kənar ilməyi də tərs toxuyuram. Arxa üzdən yenə kənarı götürürəm. Düzləri düz toxuyuram, tərsləri də tərs. 2 düz, 4 tərs. 3 4 tərs. Yine 2 düz, 4 tərs.
Düz üzdən də birinci sırada necə eləmişdiksə, buradan da elə. Kənarı götürdüm, 2 tərs toxudum. 4 düz. 2, 3, 4 düz. 2 tərs, 4 düz. Heç bir dəyişiklik olmur. Bütün sıraları əvvəldən necə toxumuşduqsa, axıra qədər eyni cür toxuyuruq. Yenə 2 tərs, bir də kənar ilmək. Bu ilməkləri indi arxadan yenə düzləri toxuyuruq, tərsləri artırma eləyirik. Düz üzdən onları açırıq. Və bu formada belə bir naxış alınır. Sağ olun, gələn videomda görüşənə qədər.